Salam əziz izləyicilər. Bugünkü dərsimiz Göz gördüyünə inanar adlanır. Heç düşünmüsünüzmü biz ətrafımızdakı dünyanı necə görürük? Niyə bəzi şəkillər düz kağız üzərində olsa da bizə üç ölçülü kimi görünür? Bəs niyə su ilə dolu stəkan qaşıq salanda qaşıq əyilmiş kimi görünür? Əslində, bütün bunlar işığın maraqlı xüsusiyyətləri ilə bağlıdır. İşıq bəzən düz xətt üzrə yayılır, bəzən isə istiqamətini dəyişir. Kölgələr, əks olunmalar və işığın sınması gördüyümüz görüntülərə təsir edir. Buna görə də bəzən gözlərimiz bizi aldadır və adi əşyalar fərqli formada görünür. Bugün biz işığın və kölgənin sirli dünyasına səyahət edəcəyik. Şəkillərin necə üç ölçülü göründüyünü, suyun içində əşyaların niyə formasını dəyişmiş kimi göstərdiyini araşdıracağıq. Bunu sadəcə danışmaqla yox, maraqlı bir təcrübə ilə müşahidə edəcəyik. Bu dərsdə mən Miracles of Light and Shadow dəstindən istifadə edəcəyəm. Gəlin birlikdə işığın möcüzələrini kəşf edək. Dəstimizdəki şəkillərə diqqətlə baxaq. Gördüyünüz kimi təsvirlər və rənglər qarışıqdır. İndi isə eyni şəkillərə 3D eynəklə baxıram. Şəkillər canlı və həcmli görünür. Bunun səbəbi sağ və sol gözümüzün obyektləri fərqli bucaqlardan görməsidir. Beyin bu iki fərqli görüntünü birləşdirərək dərinlik hissi yaradır və nəticədə biz obyekti üç ölçülü şəkildə qavrayırıq. İndi isə gözlərimizin bizi necə yanıltdığını birlikdə kiçik bir təcrübə vasitəsilə müşahidə edək. Bunun üçün masamızdakı gördüyünüz ləvazimatlardan istifadə edəcəm. Miracles of Light and Shadow dəsti daxilindəki Topsy-Turvy şəkli, şəffaf stəkan, qayçı və su. İlk olaraq dəstəki Topsy-Turvy şəklini götürürəm və işarələnmiş hissədən kəsirəm. Sonra şəklin ağ-qara hissəsini dik formada qatlayıram. İndi isə şəffaf stəkanı şəklin önünə yerləşdirirəm. İlk olaraq stəkanın boş olduğu halda şəkil necə görünür müşahidə edək. Şəkil olduğu kimi görünür, elə deyilmi? İndi isə stəkana su əlavə edirəm. Baxın, ağ-qara hissələr yerlərini dəyişdi. İndi isə şəklin oxlar və yazılar olan tərəfinə baxaq. Oxların və yazıların da tamamilə tərsinə çevrildiyini görürük. Bunun səbəbi işıq şüalarının sudan keçərkən sınması və öz istiqamətini dəyişməsidir. Gəlin başqa bir maraqlı fəaliyyətə keçək. Sizcə, qarşımızdakı bu hərəkətsiz şəkilləri canlandırmaq mümkündürmü? Bunun üçün dəst daxilindəki zolaqlı lentdən istifadə edəcəm. Zolaqlı lenti şəklin üzərində yavaş-yavaş sağa və sola sürüşdürürəm. Diqqətlə baxaq. Şəkil sanki hərəkət edir. Əslində isə şəkil yerində sabit qalır. Bunun səbəbi lentin üzərindəki xətlərdir. Lenti hərəkət etdirdikcə bu xətlər şəklin bəzi hissələrini göstərir, bəzilərini isə gizlədir. Hissələr sürətlə növbələşdikdə beynimiz bu dəyişikliyi davamlı hərəkət kimi qavrayır. İndi isə gəlin birlikdə bir reflektor quraq və əlimdəki əşyaya müxtəlif tərəflərdən baxaq. Siz istədiyiniz əşyanı götürə bilərsiniz. Bu fəaliyyət üçün dəstəki çərçivə və güzgülərdən istifadə edəcəyəm. İlk olaraq güzgünün arxasındakı yapışqan lentin qoruyucu qatını çıxarıram və onu çərçivənin
maili hissəsinə yapışdırıram. İndi fiquru çərçivənin sağ tərəfinə yerləşdirirəm. Sol tərəfdən baxaraq fiqurun necə göründüyünü müşahidə edirəm. Siz bunu əksinə, yəni soldan qoyub sağdan baxaraq da müşahidə edə bilərsiniz. İndi isə bura ikinci çərçivəni də əlavə edirəm və fiqurun görüntüsünə bir də baxıram. Gəlin çərçivələrin birini də artıraq. Üç çərçivəni birləşdirirəm. Beləliklə, reflektorun tam formasını yaradıram. İndi ən maraqlı hissəyə gəldik. Obyekti tam əks tərəfdə, yəni arxada yerləşdirirəm və fiquru rahatlıqla görə bilirəm. Bu təcrübəni çərçivələrin sayını artıraraq təkrarlamaq olar. Müşahidə etdiyimiz hadisələrin səbəbi reflektorun daxilindəki güzgülərin və onların xüsusi yerləşmə formasıdır. İşıq bu güzgülərə düşdükdə sınmır. Əksinə, gəldiyi istiqamət üzrə geri qayıdır və birbaşa gözümüzə çatır. Məhz buna görə də biz arxada yerləşən fiquru rahatlıqla görə bilirik. Ümid edirəm, işığın sirləri sizin üçün maraqlı oldu. Növbəti dərslərdə görüşənədək.